Salam. Bugün sizin bizimle bölüştüğünüz maraqlı bir mənbə var. Münasibətlər və xəyanət mövzusuna toxunur, amma necə deyim, biraz fərqli tərəfdən. Bəli, salam. Bu mənbə Red Pill deyilən bir fəlsəfəyə əsaslanır və iddia edir ki, bəzi kişi tipləri var ki, onlar xəyanətə daha çox məruz qalırlar. Düzdür. Red Pill. Bu özü də kifayət qədər müzakirəli bir yanaşmadır. Gəlin baxa görək bu mənbə konkret nələr deyir. Bizim də məqsədimiz sadəcə bu fikirləri sizə çatdırmaqdır. Tamamilə razıyam. Biz burada tərəf tutmuruq. Sadəcə mənbənin dediklərini, yəni o arqumentləri olduğu kimi təqdim edirik. Konteksti anlamaq vacibdir. Yaxşı, elə isə başlayaq. Mənbənin birinci işarə etdiyi tip, deyəsən, çox yaxşı oğlanlar idi. Yəni, nice guy. Bəli, bəli. O tip ki, həddindən artıq uyğunlaşır. Yəni, hər şeyə hə deyir, sərhəd qoymur, daim partnyorunu razı salmağa çalışır. Hə, və mənbə deyir ki, bu zamanla cazibəni azalda bilər. Bunun səbəbi nə göstərilir? Mənbənin arqumenti belədir ki, qadınlar instinktiv olaraq daha güclü, qətiyyətli fiqurlar axtarır. Və bu çox yaxşı oğlan davranışı o ehtirası, o gərginliyi azalda bilir. Maraqlıdır. Həm də deyilir ki, bu hədsiz fədakarlıq bəzən, necə deyim, qeyri-səmimi görünə bilər. Yəni, partnyorda hörməti azalda bilir. Və bu da bizi elə ikinci tipə gətirir. İkinci tip. Öz dəyərini, öz sərhədlərini bilməyən kişi. Aydındır. Yəni, sərhədləri qoruya bilməmək də bir riskdir mənbəyə görə. Elədir. Mənbə iddia edir ki, əgər kişi özünə hörmət etmirsə, hər şeyə dözürsə, istəklərini demirsə, qarşı tərəfdə ona dəyər verməyə bilər. Yəni, emosional olaraq dəyərsizləşə bilər. Başa düşdüm. Bəs üçüncü kateqoriya. Deyəsən, bu daha çox xarici faktorlarla bağlıydı. Əli, üçüncü tip kimi karyerası, görünüşü, ümumi statusu aşağı hesab edilən kişilər göstərilir. Aha, burada yəqin ki, o hipergamiya məsələsi ortaya çıxır. Mənbə buna toxunurmu? Düz vurğuladınız, mənbə birbaşa hipergamiya nəzəriyyəsinə istinad edir. Yəni, qadınların şuuraltı olaraq özlərindən daha yüksək və ya ən azı bərabər statuslu partnyor axtarma meyli. Yəni, iddia odur ki, əgər qadın partnyorunun statusunu, maddi, sosial fərqi yoxdur, özününkindən aşağı görürsə və qəfildən daha yaxşı bir namizəd peyda olursa, xəyanət riski arta bilər. Amma yenə də bu çox ümumiləşdirilmiş bir iddiadır əlbəttə. aydındır. Bəs daxili aləmə qayıtsaq, başqa hansı psixoloji profillər var idi? Dördüncü tip. Özünə güvəni olmayan kişi. Daima tərif, təsdiq, axtaran, diqqət tələb edən. Bu da yəqin ki, zəiflik kimi görülür. Mənbəyə görə bəli, bu zəiflik əlaməti kimi təqdim olunur və bu cür asılılıq münasibətdəki o balansı pozur, qarşı tərəfi yora bilir. Anlaşıldı. Və beşinci sonuncu tip. Beşinci tip isə qadını öz həyatının mərkəzinə qoyan kişidir. Yəni, bütün dünyası o qadın olur. Necə yəni? Baxın, mənbə xəbərdarlıq edir ki, əgər kişi öz məqsədlərini, hobbilərini, dost çevrəsini, yəni öz şəxsi həyatını unudub, bütün enerjisini, bütün diqqətini yalnız partnyoruna yönəldirsə, Onda nə olur? cazibəsini itirir. Mənbəyə görə bəli. Bu zamanla cazibədarlığını itirməsinə səbəb ola bilər. Sanki kişi öz fərdi kimliyini itirir və bu da münasibət üçün cəzbedici olmur. Bütün bu tipləri saydıq, bunlar açığı kifayət qədər sərt iddialardır. Mənbənin özü bu barədə nə deyir? Bir ümumi nəticəyə gəlirmi? Red Pill ideologiyasının məhsuludur. Yəni, bu çərçivədə təqdim edilir. Hətta etiraf da var deyəsən. Bəli, mənbədə də qeyd olunur ki, bu yanaşmaların çoxunun elmi əsası zəifdir. Çox vaxt subyektiv müşahidələrə, hətta, necə deyim, cinsiyyətçi stereotiplərə əsaslanır. Deməli, bunu bir mütləq həqiqət kimi qəbul etmək olmaz. Qətiyyən və ən əsası, mənbə də vurğulayır ki, xəyanət çox kompleks bir hadisədir. Səbəbləri çox şaxəlidir. Məsuliyyəti götürüb yalnız bir tərəfin, yəni kişinin davranışlarına bağlamaq doğru deyil, reallığı əks etdirmir. Beləliklə, bugün nəzərdən keçirdiyimiz mənbə əslində münasibətlərə və potensial risklərə dair çox spesifik, hətta deyərdim, mübahisəli bir baxış təqdim edir. Tamamilə doğrudur. Bu, müəyyən davranış modellərinin potensial nəticələri haqqında bir fərziyyədir. Amma gəlin unutmayaq ki, real həyatda sağlam, güvənli münasibətlər qarşılıqlı hörmətə, etibara, açıq ünsiyyətə, emosional bağlılığa əsaslanır. Bəli, bunlar fundamental dəyərlərdir.
Əlbəttə, bir-birinin fərdiliyinə dəyər vermək, sərhədlərə hörmət etmək, bunlar olmadan sağlam münasibət qurmaq çətindir. Bu müzakirə əlbəttə insanı düşündürür. Bəlkə də sizin üçün, əziz dinləyicilər, belə bir sual üzərində düşünməyə dəyər. Sağlam bir münasibətdə o balansı necə tapmaq olar? Yəni, həm öz dəyərini qorumaq, sərhədlərini bilmək, həm də partnyora dərin bağlılıq göstərmək. Bu incə tarazlıq necə qurulmalıdır ki, mənbəyin işarə etdiyi o potensial risklər minimuma ensin? Bu haqda düşünmək faydalı olardı.